Yenə də salam ərz eləyəm əziz dostlara. Qabağımda bir daş vardı ki, insan kəlləsinə oxşay. Bu daşı bir zaman yontublar və insan kəlləsinə oxşadıblar. Yəni bu daş əvvəldən bu Şişlidə təbii alətində əmələ gəlməyibdi. Bəlkə dəstəraşədir. Bu daşımız bir insan peykərəsidir ki, üzü güyə sarıdır. Diqqətli baxanda bu peykərəni təşxis vermək olayı. Peykərənin qulaqları və gözü kamilən qabil müşahidə və rəayətdir. Bu peykərənin gözü çox cəlibdir. Çünki gözün cürramaq üçün daşı deşələyiblər və gözün beyanbana bir dənə malbən təraşlayıblar. İranın əksəri mənatiqlərində bu səkidə numadı müşahidə ediyor. Yeri vardı ki, bu numada görə bir siri tozihat xidmət üzrə irayə verim. Ta bu ruhları qəşəng tanıyasınız. Siz üçün bir sadə misal veriyəm. Necə ki, əlondakı zamanda öz məbudumuzu pərəstiş ediyor və özümüzə görə əqaidlərimiz, ayinlərimiz və məzhəblərimiz varımızdır. Qədim zamanda ayin və məzhəb və etiqadlar insanın vücudu ilə amixdəymiş. Necə ki, əlondakı zamanda məbudumuzla razı niyaz eləmək üçün məscidi tikiyor və məscidlərdə cəm oluyor və razı niyaz ediyor. Qədim zamanda insanlar özləri üçün bir yeri intikhab eləymişlər ki, o yerdə razı niyazların əncam verələr. Bəzi dövrənlərdə bu səkidə numadı cürrəymişlər ki, beyanbanı nişanəyə niyayişgah imiş. Demək olmaz ki, qədim zaman tamamilə dövrələrdə niyayişgahı nişan vermək üçün bu səkkə numaddan istifadə eləymişlər. Xeyr, niyayişgahlar və məbədlər müxtəlif dövrələrdə bir-biri ilə bir miqdar fərq eləymişlər. Məsələn, mehrpərəstlər ibadət eləmək üçün mehrabələrə cəmləşəymişlər. Zərtoşlular, məsələn, atəş şədələrdən niyayiş eləymişlər. Lap qədim dövrənlərdə bir dənə bot təraşlaymışlar ki, beyanbanı məbədi rubaz olaymış. Və bəzi dövrələrdə də niyayişgah üçün bir peykərə təraşlaymışlar ki, üzü güyə sarı olaymış. Pəs bizim buradakı numadımız əlavə bərinki bir dənə rubaz niyayişgahı görsədək, biz üçün də bir hədəfin olduğunu görsədək. İndi niyə deyəm ki, bu daş biz üçün bir hədəfin olduğunu görsədək? Çünki malbəndir ki, orada təraşlanıbdır və bunun qulaq tərəfi ki, üstdən də çıxıb siz üçün görsədəcəyəm, özünə görə bir neşimənqahdır. Yəni, əlavə bərinki qulaqdır. Bu zaviyədən baxanda qulaq görsənək, üstünə çıxanda bunu bir dənə neşimən ya səndəli görüyor. Və orada da bir dənə bizim təraşəmiz vardı ki, bunların olduğu bizə bəlləndirək ki, burada bir dənə məqbərə vardı. Həmişə demək olmaz ki, bücür niyayişgahların ətrafında məqbərə ya dəfinə olar. Vəli xas əlayımın olduğu bizə bargozarının olmağını sabit eləyə bilər. İndi gedək bu nomadı yoxundan bərrəs eləyək. Numadın gözünə baxız. Bu qisməti sındırıblar. Vəli bu malbəndin bir nisbəsi həmçinin yerində qalıbdır. Daşın bu qisməti sınıbdır, ya inki sındırıblar. Vəli malbəndimiz
Burada qala ki, bir ünvan evdə nə gözdür. Yəni, həm ruhun gözüdür, həminki malbəndidir. Bir sıra təraşələrdə bu daşın üstündə varımızdır ki, ayini və məzhəbi təraşələrdəndir. Vəli bu qisməti ki, ruhun qulağı idi, baxanda görüyor ki, özünə görə bir calib neşiməndir. Bu neşimən ucratizdir. Biz üçün cəhət görsədə bilər. İndi səndəliyin qabağına baxında görüyor ki, bir dənə qurulma daşımız vardı. Bu daş zirsazi də olunubdur. Ucitiz bir daşdır. Hərəmi daşı oxşay. Demək olmaz ki, kamil hərəmidir. Vəli bir miqdar hərəmi daşı oxşay. Müşahidə edirsiniz. Kamilən müşəxxəsdir ki, bu daşı bura qurublar və altında zirsazi eləyiblər. ehtimali vardı ki, bücür daşların içində casaz ola, ya inki bu daşın altı bir məqbərə girişi ola. Fe'len daşdan testese de alayın. Daşın hər tərəfi boşluq səsi verək. Bir nöqtəsi boşluq səs vermək. Bəlkə daşın hər nöqtəsinə vursan boşluq səsi verəcək. Bir də dostlar bu boşluq səsini anlayırlar və ehsas eləyirlər ki, bu casazdır. Əgər casaz olsa, fəqət gələk bir xas nöqtə boşluq səsi verə. Nəinki kol desən. Bu boşluqların olmağı 3 dənə dəlili vardı. Əgər daşın hər nöqtəsindən testəsidə alsaq, boşluq səsi versə, imkanı vardı ki, daşın öz cinsi öcür ola. Bəzi daşların cinsi öcürdür ki, biz o daşa çırpanda boşluq səsi verək. 2000-ci əsli dəlil ki, bəzi daşlar boşluq səsi verək odur ki, o daşları ki, əlinə qurulaylar və altları zirsazi olay və bir istilah göydə olaylar. Əgər onlardan testəsidə alsaq, mütməyindən boşluq səsi verəcəklər. Pəs əgər daş rişəli olmasa, yəni kamilən yerə çeftobəst olmasa və göydə olsa, daşa zərbə vursaq, boşluq səsi verər. Və 3000-ci dəlil ki, çox nadir məvariddə görsənər, odur ki, kollu daşın içi yekə boş məhvəzi ola. Ki, bu da nadir məvariddə görsənər ki, casazımız o əndazədə yekə ola. Bu daşımız üçün göydədir. Boşluq səsi verək. Vəli bu altdakı daş ki, rişədardır. Buna vuranda təbii səs verək. Pəs bu daşın özündə heç quna casazı yoxdur. Vəli əgər baxanda görüyor ki, daşın qabağı bir miqdar nişəst eləyibdir və bu biz üçün şəkk eləməlidir.
ehtimali çox olacaq ki, bu daşın altı bir məqbərə giriş yola. Çün daşımız kamilən zirsazi olunubdu və düz Neşiməndaşın qabağında bənə olubdu və nişəsti bizə müşəxəs elə ki, bunun altı bir məqbərə girişidir. Onu o məqbərələrdəndir ki, təqribən işi çətindir. Çün vurudusunu aşmaq üçün gərək bu yekə daş yerindən götürülə. Yine de Allah'ı videoda görüşərik. Ya haq.